İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunda uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş rəqəmsal rənglər sərgisi keçirilir. Bakı Fotoqrafiya evində təşkil olunan sərgi 2 gün ərzində ziyarətçilər üçün açıq olacaq. Robotların insan həyatına təsirini rənglərin vəhdəti ilə əks etdirən kiçik rəssamlar öz bacarıqlarını nümayiş etdiriblər. Mən bu şəkildə təsvir eləmək istəmişəm ki, insan orqanizmində sağlamlı qidalarla yemək hazırlanır burada. Robotlar bizim bəzi işlərimizi əvəz edir. Gələcəkdə inşallah robotlar insanlarla bir yerdə komanda kimi işləyəcəklər və bir-birinə köməklik eləyəcəklər. Ona görə də mən burada bunu çəkdim. Mən öz şəkilimdə bu sərgidə göstərdim ki, robotlar gələcəkdə insanlara kömək edəcək. Sərgidə 50-dən çox istedadlı uşağın əl işi nümayiş olunur. Bu sərgidə uşaqların süni intellektin, rəqəmsal digər platformaların, yeniliklərin, texnologiyaların bizim həyatımızda və bugün və gələcəkdə nə cür rolu olacağı haqqında möhtəşəm bir əsərlər sərgiləndi burada. Şərik zəkaya toxunuş adlanır. Gələcəyə robotlarımız da, uşaqlar əks etdirirlər ki, onlar bizim dünyamıza daha da rəng qatsınlar və kömək eləyirlər ki, insanlar daha da gələcəkdə inkişaf eləsinlər. Texnologiyanın rənglərlə birləşdiyi sərgi 2 gün davam edəcək. Lalə Allahverdiyeva, Qəhrəman Məmmədov, Çinari Qambayeva, ASTV xəbər.